Ulaşmaq və mələşmək sözləri. Hara çatdırıq? Bunu soruşursunuz. Videomuzun mövzusu budur. Səhifəni izləyin. Bismillah, getdi. Uşaqlar, içiniz rahat olsun. Bu tip suallar imtahanlara salınmır. Hansı ki, həmin suallar iki fikir yaradır və istənilən adam, yəni müəyyən qədər bu sahədən xəbəri olan həm mələşmək sözündə mələ kimi götürə bilər sözü, həm mə kimi götürə bilər. Ulaşmaqda da u da götürə bilər, ula da götürə bilər. Hər iki tərəfin dəqiq dəlilləri, arqumentləri var. Ona görə bu tip suallar imtahanlara salınır. Qısası, kökü təqlidi söz ola biləcək və yaxud ola bilən sözlər imtahanlara salınır. Bundan tam rahat olun. Mənim subyektiv fikrim budur ki, mən düşünürəm ki, mələşməyin kökü mə və ya ulaşmağın kökü u deyil. Çünki mən u deyə səs çıxaran bir canavar görməmişəm. Və yaxud mə deyə təsəvvür o boyda inək gəlir dayanır tövlənin qarşısında mə. O boyda inəkdən mə belə bir səs çıxır. O boyda canavar deyə qurt deyə qurt, boz qurtlar filan, nə bilim turançılıq, nə. Gəldi o boyda qurtdan çıxan səs u. Yəni mənim bu ağlıma batmır. Qısası burada söhbət kimin nə cür yanaşmasından getmir. Qəbul olunan budur ki, uşaqlar belə suallarla vaxtınızı itirməyin. Bu sizə heç nə qazandırmayacaq. Sən elmi araşdırmacısı deyilsən, bu sənin işin deyil. Bu tip sualların üzərindən keçin, gedin. Açın, görün Dövlət İmtahan Mərkəzinin hansısa bir imtahanında bu vaxta kimi düşmüş imtahanlarda, sınaqlarda hardasa ulaşmaq sözünün kökündə udur, yoxsa uladır, bunu soruşurmu sənə? Soruşmur. Uzaqbaşı ulaş sözü, feilin hansı qrammatik məna növündədir? Bunu soruşa bilər ki, bunun üçün də onun kökünün u və ya ula olmasının bir önəmi yoxdur. Belə, bu tip şeylərlə zamanınızı itirməyin. Bizim bu aydan etibarən başlayan sınaq qruplarımızda hər gün sınaq işləmək o 3-cü qruplara aiddir və yaxud buraxışa kimi sürət qruplarımızda hər gün dərslərdən faydalanmaq istəyən, özü hər qoşulursan, hər gün dərsdə olursan. Faydalanmaq istəyənlər 055 597 01 51-ə yaza bilərlər. Bu qədər, sağ olun.